Şeyx Məhəmməd türbəsi. Qəbələ rayonunun Həzrə kəndindəki meşəli içərisində yerləşmiş qədim qəbirstanlıqda bir neçə övliya türbəsindən biri də Şeyx Məhəmməd məqbərəsidir. Ölkə əhəmiyyətli bu memarlıq abidəsində aparılan bərpa işləri zamanı onun inşaat kitabəsi tapılıb və yenidən divara hörülüb. Kitabədə süs elementli nəsə xətti ilə yazılmış mətnin məzmunu belədir. Bu şərəfli imarət Münəvvər Şeyx, Şeyx Məhəmməd ibn Şeyx Barikin işıqlı qəbri üzərində Sultan oğlu Sultan Əbülmüzəffər Şah Təhmasibin hökmranlığı zamanı tikildi. Günbəzlərin ətrafında 14-cü, 16-cı əsrlərə aid qəbirstanlığın sahəsi təqribən 4 hektara yaxındır. Buradakı 40-a qədər sənduqənin ölçüləri ayrı-ayrı olduğu kimi, onların dövrləri də müxtəlifdir. Daş abidələr qalın meşənin içərisində əfsanəvi muzeyi xatırladır. Tədqiqatlardan məlum olur ki, abidələr Şirvan Abşeron memarlıq məktəbinə xas Şamaxı ustalarının işləridir. Sənduqələrin üslubu, kitabələrin mətni və s. Şamaxı abidələrini ələl-xüsus Kələxana kəndində vaxtilə mövcud olmuş abidələri xatırladır. Həzrə kəndində belə zəngin abidələrə məxsus böyük qəbirstanlığın olması 14-cü, 16-cı əsrlərdə buranın mühüm iqtisadi, siyasi və ictimai əhəmiyyətə malik yaşayış məntəqəsi, yaxud şəhər olduğunu sübut edir. Bir qrup alimin uzun müddət Həzrədə yaşayıb fəaliyyət göstərmələri, özlərindən sonra onların abidələrinin ziyarətgah olaraq xalqın xatirəsində yaşaması, həmin mərkəzin sosial-mədəni əhəmiyyətini sübut edir.